Deməli, bugün çox maraqlı, faydalı, gözəl, dəyərli konsultasiyalar keçmişik. İşimiz bitib, yeməyimizi, içməyimizi yemişik. Biraz da şəhərdə gəzmişik və indi nə edirik? Düşürük yolumuza. Bu canavarımla düşürəm yola. Geyim məsələsinə toxunmaq istəyirəm. Nə qədər narahatlıq müəyyən qədər versə də, mümkün qədər qoruyucu vasitələrdən istifadə eləmək çox vacibdir, lazımdır. Buna görə tənbəllik və yaxud da simiclik eləmədən bunları alıb istifadə eləmək lazımdır. Dizlik, topuq qoruyucu ayaqqabı. Hətta mən ayaqqabını özümlə çantada daşımışam bugün ki, gün ərzində bu istiliyi verər mənə. Amma geyinəndə, sürəndə geyinmək lazımdır. Dizlikləri də taxmaq lazımdır. İstəyirəm bugün sizə belə ikinci blog olaraq həmin gündə çəkdiyim bugünkü konsultasiyaların icmalına biraz ümumi anlayacağımız şəkildə, dildə, sadə bir şəkildə çıxarışlarımı deyim oradan sizə. Birinci uşaq deməli məntiqçi tipajı idi. Məntiqçi tipajı nə deməkdir? Yəni içə dönük, biraz introvert yəni. Fəlsəfi zəkalı, soyuqqanlı və axtarışçı kreativ. Bu dörd şey birləşəndə məntiqçi tipajında insan ortaya çıxır. Bu uşaq indi mövzudan çıxardacağım nəticə çox maraqlıdır əslində. Ona görə diqqətlə dinləməyinizi tövsiyə edərdim. Maraqlı olacaq sizin üçün. Bu uşaq çox da oxumaqla arası yoxdur. Baxmayaraq ki, ən zəki, doğuşdan gələn parametrlər üzrə müqayisə eləsək, ən zəki tipajın nümayəndəsidir. Həm də yaşına görə hələ 7-ci sinif deyənə, hələ uşaqlıqdan çıxmayıb deyənə oynamağa çox meyillidir, kompüter oyunları. Və bir də belə maraqlı təbii ki, YouTube-dan elə araşdırma tərəfləri də var. Və bu tipaj, yəni düşünün ki, Einstein'dir, nə bilim Elon Musk'dir, Bill Gates'dir, bunlarla həmtip sayılır. Və çox sorğulayan bir tipdir. Çox sorğulayan bir tipajdır. Hər şeyi bəyəndirmək olmaz. O gün Instagramda da paylaşdığım. Aha, burada meyxana gedir. Biraz qabağa sürək. Sonra davam edərik. Bu səs imkan versə. Tipaj sorğulayan tipdir və təhsil sistemində də çox şey bəyənmir. Müəllimləri tənqid edir, soyuqqanlıdır, bəzən bivecilik eləyir, bəzən təkəbbürlük göstərə bilər. İntellektual özgüvəni çox yüksək olur və bəzən bu özgüvən aşırı dərəcədə olanda biraz arxayınlıq yaradır. Çox belə özünə razı bir təz yarada bilər uşaqda. Amma hər bir halda öyrənmə həvəsi yüksəkdir, amma onu reallaşdırmaq istəmir. Onu belə fəlsəfi əsaslandırmağa çalışır ki, yəni mən niyə bu qədər əziyyət çəkirəm ki, az əziyyətlə qazanacam və evə də bağlıdır, yəni çox belə çöl bacaya da bağlı şey deyil, meyilli deyil. Özüm üçün evdə öz dünyamı təmin edib yaşayacam da, yəni çox da belə özünə əl qatmaq lazım deyil. Yəni, ora hazırlaş, bunu oxu, o imtihanı və bu yarış, bu olimpiya, hansı ki hazırlaşsa həqiqətən çox yuxarı zəkadır. Və bu tipajda çox az görülən bir şey idi ki, riyaziyyata nifrət edirdi, sevmir riyaziyyatı. Hansı ki riyazi IQ-su, fizika ilə bağlı təfəkkürü çox yüksəkdir və müəllimlərdən də rəyləri bu cürdür. Mən də onu bir iki sualından o məsələ. Zaten tipajından bilmək olardı ki, bu yuxarı zəkalı uşaqdır. Amma buna baxmayaraq sadəcə məktəb dərslərini elə məktəbdə, özəl məktəbdə oxuyur, oradan çıxanda eləyirlər. Və evə gəlir ancaq yatana qədər demək olar ki, oyun oynayır, biraz qardaşıyla, uşaqlarla falan əyləncəyə baxır. Bu həm də yaşına görədir. Amma mən yüksək ehtimal verirəm həm də ki, o uşaq sonraki illərdə də çox zəhmət sevər olmaya bilər. Əsas da elə özünün, yəni fiziki zəhmətə sevməməsi hardasa başa düşülə bilər, çünki ona çox da meyilli deyil. Amma intellektual uşağın IQ-su çox yüksəkdir də, yəni adamın heyfi gəlir ki, bu uşaq məsələn normalda bu tipaj
Demək olar bütün fənlərə ya real ya potensial maraq duyurlar. Amma bu biraz hələ ki tənbəllikdən çıxa bilmir. Biraz risk odur ki, bu yuxarı yaşlarda da belə ola bilər. Və maraqlısı budur ki, bunlar sorğulayıb belə olurlar. Bunlar əsaslandırmağa çalışırlar bu hallarını və onların yanlış olduğunu anlatmaq asan olmur. Həqiqətən asan olmur. Mənim suallarım belə sorğulayır ki, sən məsələn bu sualı verirsən mənə, burada bir mənasızlıq var, sanki öz aləmində, mən onu çatdırmaq istəyim. Uşaqlarla bacarmaq, belə deyək, diskussiya ilə, argumentasiya ilə bacarmaq asan deyil, çünki hər şeyə özlərinin fəlsəfi əsasları var. Nəticədə nə olur? Nəticədə o qədər, en qədər belə çox üst zəkalı uşaq var ki, daim özünün potensialının altında yaşayar da, dünyadan da köçər, hələ də ortaya ciddi bir iş qoyub bitirməz. Nə karyera baxımından, nə ümumiyyətlə düşüncə tərzi olaraq. Düşüncə deyəndə onlarda fəlsəfi düşüncə heç vaxt dayanmır. Hər zaman dərin düşünərlər. Və qazanc baxımından da, məsələ qazanc da deyir. Onlar zaten qazancsız qalmazlar. Bir iş quracaq, amma intellektual kapasitəsini, tutumunu reallaşdıra bilməyəcəyindən biraz narahatam. Yoxsa ki, qazanc məsələsi, pul qazanmağa olar yolunu kifayət qədər rahat tapacaqlar. İndi bunu müqayisə edirəm ondan sonraki gələn uşaqla. Demək olar ki, əks tipaj idilər. Məntiqçidən sonra bir müdafiəçimiz gəldi. Müdafiəçi kimdir? Bir dənə introvertlikdə birləşirlər. Sürətimə arada baxıram. Bir dənə introvert olmaqda biraz birləşirlər. Deməli, məntiqçilərlə qalan parametrin hamısı əksidir. Müdafiəçilər praktik zəkalı olur, IQ-ləri doğuşdan aşağı olur, bəzən çox aşağı olur. Duygusal olurlar və nizamlı olurlar. Nizamlı olursa deməli çalışqandır, məsuliyyətlidir, amma yaradıcı tərəfi zəifdir. Özünün fərqli fikir ortaya qoyması, nəyisə tənqid eləməsi, öz fərqindəliyi, ümumiyyətlə analitik, fəlsəfi və yaradıcı tərəfləri bu tipajda zəif olur. Zəif olur. Hətta ən zəif olur deyəlim tipajlar arasında. Elə bir ki, bugün biri ən üst zəkaydı, biri ən doğuşdan zəif zəkalı uşaq idi. Amma riyaziyyatdan da ciddi problem var. 2 ildə hazırlaşır və buraxılışdan 9-dan 27 bal toplayıb. Hansı ki, bütün gün uşaq oxuyur. Bax, məsələ budur, məqam budur, buna diqqət etməyi tövsiyə edirəm. Uşaq bütün günü oxuyur. Gecə gündüz özünə əl qatıb oxuyur, amma hələ də riyaziyyatla başa vura bilmir. Hansı ki, bir məntiqçi uşaq onun riyaziyyata sərf etdiyi vaxtının 5də 1-ini sərf etsə, ondan daha çox şey öyrənəcək. Bax, bu insanın genetikadan gələn, doğuşdan gələn parametrlərin nə qədər baskın, önəmli olduğunun ən böyük göstəricisidir bu mizac məsələsi. Kitabımda bu mövzuları ətraflı toxunmuşam. İstəyən çözüm kitabını alıb oxuya bilər təbii ki. Arada belə fikirləşirəm ki, fikrim daha çox danışıqda qalır, yolda çox. Amma yox, yoldadır fikrim. İnşallah ki, salamat çatarıq. Yəni, bu uşaq çalışqanlığın sayəsində mən inanıram ki, ondan qabaqki, məsələn, zəkada doğuşdan gələn zəka parametrlərinə görə ondan xeyli üstün olan digər uşaqdan daha çox nailiyyətlər əldə edə bilər. Nəyin hesabına? Təbii ki, çalışqanlığın hesabına. Bu o deməkdir ki, yəni insan ola bilər ki, doğuşdan çox potensiallı doğular, zəkalı doğular. Amma zəkasının tutumunu zorlamaq, onun hədlərini, belə deyək, yəni özünün üst versiyasını yaratmağa tənbəlliyi daha çox olar. Digər isə aşağı intellektual parametrlərlə doğular, amma ay yaman yamalara düşdüm burada. Bu lüklar yaman çox şeydir adamın. Özünün zəkası nisbətən aşağı doğular, amma sırf çalışqanlığı, iddialığı, məqsədə doğru irəliləməsi, düzdür, bu uşaqlar daha çox kənardan motivasiya olunur. Kənardan normal motivasiya verərsən, öz hədəfinə doğru kifayət qədər əzmdən çalışıb gəlmə. O uşaq məsələn artıq tibbdən əlini üzmüşdü, amma bizim söhbətin sonunda bu nəticəyə gəldi ki, sən tibbə nəinki Azərbaycanda bu qədər biologiya həvəsi ilə və yaxud da ümumiyyətlə həkim olmaq həvəsi ilə götürək. Mən biologiya həkim olmaq üçün istifadə olunacaq bir elm kimi baxmıram və belə baxanları da qınayıram, amma hər bir halda bu uşağın fənn olaraq da biologiya həvəsi çoxdur. Yəni, bu uşağın Çində, Koreyada,
belə top təhsili olan ölkələrdə belə həkim ola biləcəyinə inandırmağa çalışdım. Sadəcə belə motivasiya üçün, qaz vermək üçün həqiqətən də həmişə deyirəm, müdafiəçilər nisbətən riyazi IQ-su aşağı olsa da, yaradıcılığı olmasa belə, tibb sahəsi üçün ümumiyyətlə bunlar vacib şərtlər deyil. Tibb sahəsi sadəcə əzmkarlıq, saatlarla oturub əzbərləmə, biologiya, anatomiya bu mövzuları əzbərləməyə hesablanıb. Bunları tələb edir insandan. Və bunlar kimdə varsa, təbii ki, analitik zəkalı insanlar həkim olarsa, bir tık yuxarı belə deyək, qabiliyyətlərdə, bacarıqlarda insan ümumiyyətlə oxumaq bacarığında ola bilərlər. Daha yaxşı oxumaq, daha yaxşı qiymətləndirmə. Bəzən mövcud tibb standartlarını da aşıb özlərinin maraqlı yanaşmalarını ortaya qoya bilərlər. Bunlar avantajdır təbii ki, amma bunlar vacib deyil. Yəni standart bir həkim olmaq istəyirsə, xüsusi analitik zəkaya yox, sadəcə saatlarla oxumağa, əzbərləməyə, yəni zad lazımdır belə demiş. Bu varsa həkim ola bilərsən, bir mənalı. İndi məsələ riyaziyyat məsələsidir. Baxın, o da bir məsələ problemdir. Az qala evə çatıran mərhələdə söhbətimi edirəm. Bu da əslində moto ilə necə evə rahat çatıla biləcəyini göstərən bir şeydir. Yekunlaşdırmaq üzrəyim söhbətimi. Deməli, harada qalmışdım, sözüm yadımdan çıxdı. Bizim riyaziyyat məsələmiz, Türkiyədə ümumiyyətlə bu mövzunu heç bəyənmirəm. Riyaziyyat tələb olunması, tibbə qəbul olmaq üçün, bu qədər tələb olunması daha doğrusu. Biz uşaqları biologiyadan, kimyadan imtahan eləmirlər, riyaziyyatdan imtahan edir ki, gəl səni tibbə qəbul edir. Bu mövzunun çox dərinliyinə getməyəcəm, burada məqamlar çoxdur. Amma, məsələn, Çində əsasən riyaziyyat orta səviyyədə yoxlanılır, əsas güc verilir biologiya, kimyaya. Bir də bəsit fizika anlayışı olmalıdır. Bu da çox məntiqlidir. Bizdə kimi ağırlıqlı fizika imtahanı olunmur. Çox bəsit şəkildə fizika anlayışı yoxlanılır. Koreyada da bənzər tələblər var. Təqaüd də ala bilər. Yəni, yaxşı biologiyası, kimyası, ingilis dilisi və Çin dilindən heç olmasa B1 olarsa, o uşağın tibbə normal bir universitetə qəbul, yaxşı bir universitetə qəbul olub yaxşı həkim ola biləcəyini əminəm. Və bunu da ona düz 2 saat yarım anlatmağa çalışdım, hər detalı ilə, belə deyək, valideynlərinə də həmçinin. Bunlar çox önəmli məsələlərdir. Bizim uşaqları yəni bir uşaq 680 bal yığacaq tutumdadırsa, o qədər hazırlıqlıdırsa, 6 dənə fəndən yüksək nəticə göstərə bilirsə, o uşağın gedib tibb universitetində, Bakıdakı tibb universitetində oxumasına çox heyfim gəlir, çox heyfim gəlir. Yəni, bu olmalı deyil. Bu qədər, belə deyək, informativ olaraq müəyyən bilgiləri toplaya bilən uşaq, bu qədər zəhmət çəkən uşaq, bu qədər zəkalı uşaq o universitetdəki təhsilə layiq deyil. Layiq deyil. Yəni, o çox-çox daha yüksək səviyyədə təhsil almalıdır. Nə yaxşı ki, Azərbaycanda yenə də sonda çata-çatda bir Qarabağ Universitetini təqdim edeyim. Nə yaxşı ki, Azərbaycanda Qarabağ Universiteti var ki, orada biz normal tibb təhsili ala bilərik. Beləcə gəldik, çatdıq ünvana. Məncə çox maraqlı oldu bu söhbətin hamısını. Bütün yol boyu 2 nəfərin konsultasiyasının icmalını verdim. Və nəticəmiz burada nədir? Çıxardığımız nəticə? Çıxardığımız nəticə odur ki, çalışmaq çox önəmlidir. Sən doğuşdan sənə bir şey verilibsə, bu o deməkdir ki, sən artıq üstünsən, avantajlısan. Xeyr. Allah da hərəkətə, cəhdə dəyər verir. Ona görə deyir ki, Allah qatında ən dəyərliniz təqvalı olanlardır. Yəni, əziyyət çəkən, zəhmət çəkən, Allaha itaət edən, çəkinən, inkişaf edən, zehniyyətini, bacarıqlarını, həyatını dəyişən insanlar uğurludur və Allah qatında dəyərlidir. Bunları diqqətə alaq və ya beləcə girik qarajı, titriyə-titriyə girik qarajımıza. O biri motosikletimiz ustadadır. Biraz benzin problemi var idi, xodlanma. Mopedimiz buradadır. Uzun sözün qısası. Əsas məsələ çalışmaqdır. Çalışmaqdır. Dəyərli olmaq, doğuşdan üstün doğulmaq deyil. Çalışmaqdır. Gecəniz xeyrə qalsın.